Salam aleyküm değerli izləyicilər. İsmail rayonu Topçu kəndində 3-cü evimizi çəkməyə gəlmişəm. Deməli, gəldik bu yellənmək üçün ürəyimiz. Ürək yellənkəyimiz. Bu bunun basinası. Bu istidir yoxsa istidir? İsti hovuz. Ondan daxil olduq. Bu köl oturmaq üçün bu bunun samavarı, mangalı. Bu bunu oturup burada istirahət eləmək üçün indi daxil oluruq evə. Bu işıqlar belə maraqat eləməyinə baxmayın, bu kamerayla əlaqədar led işıqlardır. Daxil olduq. Sağ tərəfdə 2 dənə yataq dəsti, evin ümumi görünüşü, otağın ümumi görünüşü. Sonra sol tərəfdəki otaq qoşa karavat. Qoşa karavat. Oradan gəldik yenə. Bir dənə də sağ. Həm burada oturub, belə deyək də qonaq otağı kimi istifadə olunur. Televizordur. Ondan sonra bu tərəfi də həm mətbəxdir. Mətbəxdə oturmaq üçündür. Gördüyünüz kimi buranın mətbəxidir. Yəni qab-qaşıqdakı içərisində hamısının olmalıdır. İndi mən də çox qabı, qaşığı, hər şeyi, soyuducusu. Buradan girdik bu sanitar qovşağı. Sanitar qovşağı. Burada bunun 4-cü otağı. Deməli 2 dənə yataq otağı, 3-cü yataq otağıdır bu. 3-cü yataq otağı. Bir də getdik 4-cü otaq. Yataq otağı. Deməli 6 dənə tək-təkdir. 1, 2, 3, 4, 5, 6 plus 2, 8 nəfərlikdir. Kim istəsə 055 567 74 75 075 567 74 75 nömrəsindən əlaqə saxlaya bilərsiniz. İnşallah. Qiymətlərlə də əlaqədar günlər, yay, qış fərqli qiymətlərdir. Yəni belə deyək də xarca düşəndə biraz qiymət yuxarı olur. Altı bazar deyək də belə altı bazar bahalaşdırırlar. Adi günlərdə biraz ucuz olur. İndi inşallah kim istəsə yenə də əlaqə saxlayarsınız. Yellən xaloğlu, yellən.